Bir dənə də qara başdaşı sənə qoyarım. Bütün dövlət ərkanı da gələr, bir çərəkdə mən göndərəm. Biz dünən Xaçmaz şəhərində idik və Xaçmaz şəhərində 3 qat dünya çempionunun şəhidimizin, 3 qat dünya çempionunun şəhid Veysov Kərəm, səhv eləməmişəm, adı Veysov Kərəm cavan doğulan 22, 3 qat dünya çempiyonudur və Şuşaya qədər döyüşə gedib, orada şəhid olub və 3 gündə hətta nəşi götürülə bilməyib, sonradan götürülüb. Belə bir qəhrəman igidimizin yas mərasimi. Getdi, bütün Xaçmazlar gəlmişdi, insanlar gəlmişdi. Amma mən soruşdum, 3 dəfə, 4 dəfə məzarı üstündə tədbir oldu, orada soruşdum. Gəldi yas mərasimini orada soruşdum. Sonra atasını, valideynlərini çəkdim qırağa ki, bəlkə sizə məsələn dünən ya nəsə bir deyilib. İcra başçısı gəlməyib ora. İcra başçısı, mən maraqlandım, orada 5-6 şəhid ailəsi var idi, ataları var idi. Onlardan maraqlandım ki, sizə Xaçmaz icra başçısı sizin yas mərasiminə gəlibmi, iştirak edibmi? Elnur Rızayev. Bax, cavan da sütül kimi oğlandı, maşallah. Qoy, bunu da göstərin, baba, maşallah, maşallah, baba, qan damır. Bundan da gözəl oğulları şəhid vermiş və o şəhid olanın yaşayışı da, görünüşü də bundan qat-qat yaxşı idi və hörməti də bundan çox idi. Bu niyə getmir şəhid yaslarına? Baxın, mən orada şəhid ailələrinin gileyini eşitdim. Anaların, ataların gileyini heç birinə gəlmir. Mavinli gün. Niyə qardaş? Vacib işin nədir? Sənin Xaçmaz rayonunda nə dövlət əhəmiyyətli iş var ki, sən şəhid yasına getmirsən? Prezidentimi qəbul edirsən? Belə yəni prezident mi gələcək rayona? Spiker mi gələcək? Baş nazir mi gələcək? Yoxsa orada dünya əhəmiyyətli bir belə deyək, böyük 8-liyin tədbiridirmi? Nədir ki sən? O yüzden mərkəzdədir, yas mərasimi düz şəhərin içindədir. Yəni yeriyə gəlsə, Əlahəzrət orada yerimir də. O bir dənə Al Capone